Ermənistana Azərbaycandan vaqonla Bytum gedir. Azərbaycanda görülən işlərə baxın. Bir tərəfdən asfalt qopur, o biri tərəfdən təkər gedir. Bu da sürücülərin, necə deyərlər, cibindəki puldan gedir. Qara nefti olan dövlətin yolları hələ də yamaq-yamaqdır. Bəs niyə axı bu yollar bir mövsüm getmir? Video görüntünü izləyə-izləyə bir anlıq Şərikli çörəkdəki Qırçı Məhəmməd kişi yadıma düşdü. Rəhmətlik elə bil xortlanıb, gəlib asfalt vurmağa. Video görüntülərdə isə nə baş verir, tam reallığı ilə gəlin bir yerdə izləyək və sonda şərhlərinizi bir Azərbaycan vətəndaşı kimi gözləyirəm. Ermənistana Azərbaycandan vaqonla Bytum gedir. Azərbaycanda görülən işlərə baxın. Asfalt çəkirlər, Bytumu Teksun qabıda qaynadırlar. 18-ci əsrdə qayıtmış o da Qırbasan Məhəmməd növrinə. Fikir verin. Asfalt çəkirlər, görün nə vəziyyətdə. Qırır ləyəndə qaynadırlar. Bu da çəkilən asfalt, yamaq.